Nikol Paşinyanla İlham Əliyevin təkbətək görüşü olub. Təkbətək deyərkən, nümayəndə heyətləri də, Azərbaycanın nazirlər də, məmurlar da yanlarında olub və erməni nazirlər, məmurlar da Paşinyanın yanında olub və bu görüntülər əslində İlham Əliyev üçün utanc olmalıdır. Bəlkə də siz normal qarşılayarsınız, normal da bəlkə, amma bəlkə də bu qəsdlə törədilmiş bir şeydir və Əliyev də bunu yeyibdir. Qulaq asın və diqqətlə ekrana. İlham Əliyev Paşinyanı və onun nazir məmurlarını onlara təyin olunmuş zalda gözləyib və görsənir ki, xeyli gözləyib. Hətta gözlədikləri vaxtda da onlar oturublar. O qədər vaxt çəkib ki, və onlar oturublar. Və Paşinyan və onun nümayəndə heyəti gəlir, İlham Əliyev Paşinyan gələnkən ayağa da durur və onun, yəni Əliyevin yanındakı məmurlar, nazirlər də ayağa durur Paşinyanın gəlişinə. Baxın, diqqətlə dəyərli dostlar. Normaldır, bəlkə qonaq da gələndə ayağa durar adamın. Amma istəsək də, istəməsək də hörmətsiz görüntülər var Əliyev üçün. İlham Əliyev ayağa qalxdı. Nazirlər, məmurlar da ona baxıb ayağa qalxdılar. Və hiss olunur ki, Paşinyan nəysə çox da rahat deyil, daha doğrusu məmnun deyil və İlham Əliyev görsənir ki, belə deyək, istər-istəməz Paşinyanı razı salmağa çalışır. Təbii ki, bu Paşinyandan qorxduğu üçün deyil, bu Trumpdan qorxduğu üçündür İlham Əliyevin və çünki Trump İlham Əliyevə biraz Paşinyan barəsində qulaq vurması verib. Gəlin, reallığı danışağın, həqiqət belədir və ona görə də daha siz heç ASTV-sində, hökumətin saytlarında və s. görmürsünüz ki, Azərbaycan hakimiyyəti deputatlar ASTV-si Paşinyana ermənilərə düşmən kəsilmiş çıxışlar etsinlər, reportajlar hazırlasınlar. Susublar. Düyməni basanda danışırlar, o biri düyməni basanda isə susurlar. Və bu görüntüləri də istədim ki, sizə göstərəm. Hökumətin İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərində belə o eləyibdir, belə siyasət göstəribdir, Paşinyanı susturub, yəni nəysə belə bir şeylər onsuz da siz də inanmırsınız, bəlkə çoxunuza da heç maraqlı deyil. Nikol Paşinyanın İlham Əliyevdən daha yaxşı dövlət başçısı olduğunu Azərbaycan xalqı hamısı görür. Söhbət bizə dövlət başçılığından getmir. Söhbət İlham Əliyevin bizə dövlət başçılığından, Paşinyanın da erməni xalqına dövlət başçılığından gedir. Dəyərli dostlar, və bu səfər əsnasında deməli Birləşmiş Ərəb Əmirliklərinin prezidenti tərəfindən təyin edilmiş İnsan Qardaşlığı adlı Əl-Uxvatul İnsaniyə adında bir mükafat var. Beynəlxalq mükafat təyin ediblər bir neçə ildir ki, çox da hörmətli bir mükafat deyil və bu dəfə Birləşmiş Ərəb Əmirlikləri bu mükafatı İlham Əliyev və Paşinyana layiq görüb və bu münasibətlə də bir mərasim keçirilib Əbu-Dabi şəhərində. Və mən buradan o görüntüləri də indi sizə göstərəcəm, dəyərli dostlar. Söhbət bax bu mərasimdən gedir, gördüyünüz kimi. Mükafat təyin olundu, verildi və dediyim kimi bu mükafat elə də tanınan bir mükafat deyil. Bir Roma papasına, bir səhv etməmsə İordaniya kralına, onun həyat yoldaşına verilibdir və indi də İlham Əliyev və deməli Nikol Paşinyana birgə bu mükafat təyin olunur. Və diqqəti çəkən başqa bir məsələ isə mən ötən gün bununla bağlı danışdım və göstərdim. Leyla Əliyevanın hamıdan illərdir gizlətdiyi, daha doğrusu Azərbaycan ictimaiyyətindən hamıdan deyərkən öz ailəsi, yaxınları bilirdi. Qızı, söhbət Əminə Əliyevadan getmir, hansı ki deyirlər ki, onu uşaq evindən götürüblər. Söhbət adını hələ bilmədiyimiz, mən belə eşitmişəm ki, adı Aydadır. Ayda İmanquliyevanın, yəni Mehriban Əliyevanın anasının adını ona qoyublar. Bəlkə də o deyil, bilmirəm. Həmən qızdan gedir. Leyla Əliyevanın o hamıdan gizlətdiyi qız və o qızın da atası, mən ötən gündə verilişdə dedim, bir yahudi bir biznesmendir. Bax, söhbət bundan gedir
Bunun haqqında da danışdım. Videosunda keçən dəfə göstərdim. Burada bir daha göstərməyə ehtiyac yoxdur. Şəklini göstərirəm və bu mərasimə də qızını gətirib